İnsanların bölgələrdən Bakıya axını geniş vüsət almaqdadır. Vətəndaşların Bakıya köçü müxtəlif problemlərlə yanaşı, kənd təsərrüfatında da geriləməyə səbəb olur. Əhalinin Bakıya köçünü dayandırmaq üçün bölgələrimizdə hansı peşə üzrə iş yerlərinin sayı artırılmalıdır? Qlobal İnfaza danışan sabiq Maliyyə naziri Fikrət Yusifov bunun yetərincə ciddi bir problem olduğunu vurğulayıb. Fikrət Yusifovun sözlərinə görə, kənddən şəhərə insan axınının qarşısının alınmasının əsas yolu bölgələrdə iş yerlərinin açılmasından keçir. Stat: İnsanlar kənddən şəhərə işlə məşğul olmaq üçün gəlirlər. Həmin iş regionlarda olarsa, vətəndaşlar heç vaxt özünün normal evini tərk edib, Bakıda çox ağır mənzil şəraitində yaşamaq seçimi etməz. İş yerlərini isə dövlət açmamalıdır. Bunun üçün yerlərdə kiçik və orta biznesin inkişafının qarşısında duran problemləri həll etmək lazımdır. Bu sırada ilk yerdə biznesin maliyyə əlçatanlığı kimi ciddi bir problemin həlli yollarını tapmaq dayanır. Regionlarda yeni iş yerləri açmaq lazımdır. Kənddən şəhərə gəlmiş insanı geri qaytarmağın bir başqa yolu yoxdur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.